Deyib dədin setdədir. 100% buradan mənə baxır. Mama, Deyir yaşıldır, yaşıldır bax. Deyir ki, şimdi aktiv. TikTokdadır dədim. Bunda buna bax. Bilirsən, nədir? Bax, yazdığıma bax. Bir də yazdığıma bax. Hə, bildim. Həyətə düşmüşdünüz bugün. Yox. Sözü versən ki. Danışmırsınız. Niyə danışmıram ürəyim? Uşağımın yanında atasından danışıramsa, demək onun atasını sevirəm də, hörmət eləyirəm də. Yox, boşanmamışam. Boşanıb. Mözələnmə. Görəsən vəkilim sən idi, yoxsa hakimim sən idin? Çox maraqlıdır. Hardan bildin? Ay dozan qurdu. Ay yox, təzə şitil xiyarın içindən çıxan dozan qurdu. Hardan bildin? Mən boşanmışam. Yanındaydın, yoxsa şahidlik eləyirdin? Çox maraqlıdır mənə. Mama, qoluğu çəkmədi ekrandan o tərəfə, bu tərəfə. Hə? Maykanı hardan almışsan? Sabunçudan, bit bazarından. Yo, Nüşün, sənin ərin gedib illərlə Moskvadan Nataşa ilə ailəli olub qalanda 5-3-dən səhər göndərəndə ki, it kimi ağzı buyum İraq yaxşılarından bəzilərinə aiddir. Sən susub qalırsan, mənimki də gedib də işləməyə, işləsin də. Əlsiz, ayaqsız adamdır, 4 divarın arasında otura bilmir. Hərəkət istəyir, təmiz hava istəyir. Nə olub ki? İşləyir də, balalarına çörək qazanır. Mən məcburam, ərim hardadır, mən də orada olmağa, ev yoxdur, mən hardayamsa ərim də orada olmağına. Sən nə lazımdır? Çox maraqlıdır. Burnuvu öz həyatıva soxa bilmirsən, sən elə bilmə, səni görmürəm. Sən cavab olub, sən necə verərəm? Yəni, bilirsən də. Sırqam hardandır? O da bit bazarından. Deyir, boşanıb özü demir, göz qaytarır. Hə. Milyonçu kişi ilə ailə qurmuşam deyə, pulunu yiyirəm, göz qaytarıram. Düz deyirsən. Boşananda sizə deyəcək. Darıxmayın. Tamam, gedəcək. Narahat olmayın. Minş, get qonaq otağına. Qapını bağlı gidelim. Qansızların bəziləri elə sözlər yazır ki, məcburdur, cavab vermək məcburiyyətindəyəm. Oturun divarında. Yazıb da deyir, boşanmışsan göz qaytarsan. Biri kommentdə yazıb ki, Elnur'un Elnur'un pensiyasını alıb yeməyin vəsiyyətdə. Əgər mən bu illər ərzində Elnur'un bir dəfə kartından pul yemişəmsə, Allah məni zəlil eləsin. O sözü məni deyən, elə Elnur'dan betər günə qalasan, bu axşam deyirəm. Elnur kimi kişi çıxsın qabağınıza inşallah. Mən kimi belə güclü olub baxasız. Ağzımı açırlar, sonra yazırlar ki, bağışda da mən idim yazan. Çox üzr istəyirəm səndən, istəmə. Burası həcm olmaz. Kim baxır evdə ərivə? Baxan var da, narahat olma. Mən ondan bezməmişəm, nə də mən göndərməmişəm. Nə də o mənim evimdə, ailəmdə mənə ağırlıq eləmir. O mənim yoldaşımdır, həyat yoldaşımdır. 12 ildir yol yoldaşımdır, balalarımın atasıdır. Prosto o yay aylarında Bakıda qala bilmir, sıxılır. İstidir, durduq yerdə o tərləyir. O təmiz havadır. Mən gedəndə gedirəm, gedə bilməyəndə gedə bilmirəm, lazım gələndə göndərirəm. Bəli, orada qutabçı var, hal-hazırda da işləyir. Pis yaxşı qutab bişirirlər. Vallahi elə qutabçının maaşını buradan mən göndərirəm kartıma. Ərvin deyir, pensiyasını alıb yiyirsən də. Pərvin canlı açıb girib kommentdə canlıda yazılar ki, arvadına nə lazım idi, pensiyasını alıb yemək. Yaxşı eləyirik, əcəb eləyirik. Bacarırsınız, siz də eləyin. Mənə lazım deyil. Başa düşürsən? Onun varlığı mənə bəsdir. Şükür Allaha, var da hələ yanımdadır. Boşanmamışam, açın qulağınızı eşidin. Boşananda sizə deyəcəm. Yox, mən o qədər səviyyəsiz biri deyiləm, ailə məsələlərimi burada deyim. Prosta siz özünüz sual verirsiniz, mən cavab verirəm. Neynir deyir, arvad deyir, ona deyir, pensiya kartın yiyənə qədər bəs idi də. Güya indi bunlar ağıllıdırlar. Görsən, bunlar nə yeyirlər? Allahdan qorxmursunuz siz. Nə yeyirlər? Elə bir birdən ki, bankamata salıb, bunların yanında Elnur'un pulunu yiyib, gedib orada-burada dağıtmışam. Mən elə indiyə qədər ərimin pulundan 5 qəpik, 3 qəpik götürüb heç özümə xərcləməmişəm. Necəsən? Azər, xoş gəldin. Mən dolma. Sənə 5 gündür salam yazırsan, dayanırsan. Nə məsələdir? De görürüm, WhatsAppda da yazdım. Yaxşılıqdır. Yox, Allah Taala sizi qınadığınız yerinizdən vursun inşallah. Necə ki qınayırsınız ha.
Bax, o oradan vursun sizi. Heç yerdən yox. Mən heç nə demirəm. Bugünkü gündə mənim bu yaşımda, bu boyda çəkdiyim əzab əziyyəti görməzdən gələnlər var. Bəziləriniz hamiyə aid deyil. Haqqıma girdiyiniz üçün Allah sizin qınadığınız yerinizdən vursun. Vuracaq da, qurban olum Allaha. Allah Taala hər zaman o, əgər Allah məni var olaraq bəndə kimi yaradıbsa, mənim Allah eşidir səsimi. Bir gün Allah mənim o səsimin cavabını da verəcək sizə. Narahat olmayın. Yox, şükür Allaha. Yox, mən niyə qarğış eləyirəm ki? Mən qarğış eləmirəm. Heç vaxt eləmərəm. Allahdan mən çox qorxuram. Məni bilənlər bilir, mən nə boyda ürəyə sahibəm. Mən qarğış eləmirəm. Mən deyirəm ki, məni qınayırsınız, bəziləriniz. Özü sənə aid deyilsə, sən niyə alınırsan üstüvə? Sən qodlarla götürəcəksən. Sən onları... Bəli. Yox, mən fikir vermirəm. Mən qayətdə öz həyatımı yaşayıram. Alnı açıq, başı dik, tərtəmiz ağvərək kimi. Heç bir əyrim yox, əsiyim yox. Qapımdan içəri haram tikə belə soxmuram. Gözünüzün qabağında gedirəm. Tər su tökə-tökə, 40 santlıq kabində soyunuram, geyinirəm, geyinirəm. Eşşək kimi 1 saat belim tuta-tuta canlı açıram. 5 manat, 3 manat qazanıb gətirib balalarımı dolandırıram. Mən bu TikTokda açıb bəziləri kimi nə ərimdən, nə övladımdan, nə də sadəliyimdən istifadə edib millətin cibinə girmirəm. Şükür Allah, mən hər zaman öz xalqıma sığınmışam, yaxşı insanların mənəvi dəstəyini istəmişəm. Bəsdir. Çox sağ olun. Sən mənim abranda heç kimdən görə bilmərsən. Başımdan böyük qələt eləmə, səni taparam, sənin cavabı verərəm o birilər kimi. Başa düşdün ya, yox. Nabranda Camal Alxasovu görmüşəm, gedib görüşmüşəm, onun da yanında bir neçə qazilər olub. Gedmişəm, görüşmüşəm, söhbət eləmişəm, çünki qazini görüb görməzdən gəlməyin özü bir şərəfsizlikdir. Getmişəm, görüşmüşəm. Всё. Girmişik axşamda, oturmuşuq musiqili diskotekasında, baboş gəlib canlı açıb, baboşa demişəm ki, canlını söndür. İstəməmişəm, bax, sənin kimi ağzı qaralara görə. Qutardı, getdi. Sən məni heç kimdən görə bilmərsən. Adicə telefon ev oradaydı, heç mən onunla qarşılaşa bilmədim orada. Çünki mən ora istirahətə getməmişdim, mən ora çəkib, bu gün də bax, mən orada olmalıydım. Girin canlılara baxın, Nabran Akıntın səhifəsində Canan oxuyur orada. Bu gün mən ora gedə bilmədim, bəzi səbəblərə görə. Mən hər həftə sonu Nabrandayam, düz 3 ay. Sezon bitənə qədər. Səni yandırıb tökən nədir ki? Belə, çox maraqlıdır. Hə? Çox maraqlıdır, de görüm. Qızlar, xahiş edirəm, 4300 nəfərsiz bir dəfə belə ekran tıklamırsınız. Xahiş edirəm. Necəsən? Yaxşı, siz necəsiz? Ay, Nurayım, çox sağ ol. Qızlar, sadəcə ekran tıklayın. Xahiş edirəm. Sultan, çox sağ ol. Təşəkkür edirəm. Var olun, dəyərli xanımlar. Dəstəyiniz üçün minnətdaram. Yaxşı ki, varsınız. Kəsləmək çoxunu, değil mi? Saçımı söktürmüşəm. Bu günləri də gül kimi getdim kosmetoloqa. Beynimə bir şey verdi. Zəng vurdum, getdim yarı yoldan. Dedilər ki, çatdıra bilməyəcəksiniz. Allah qoysa təzə həftənin birinci günü qızlar kosmetoloqa gedəcəm. Oradan kosmetoloqdan sizə 15%-ə qədər endirimlər alacam Gülsüm doktordan. Çox istəyirsiniz məndən. Yo, mən millətim gözəl millətdir. Burada mən söyənlər mənim millətim deyil, gözəl bacım. Yadında saxla. Millət də bir-birini söyər, heç vaxt. Heç bir vaxt. Söyür də indi, normal bir şeydir. Ola bilər həyatında nəsə çatışmır. Mən kimi güclü olmaq istəyir, ola bilmir. Mən kimi xanım olmaq istəyir, ola bilmir. Mən kimi ailə başçısı olmaq istəyir, ola bilmir. Başa düşürsən, özdə söyənlər də bir sən kimdir. Atasız dünyam, qəmli biri, əri atıb, satılmış, atılmış, tullanılmış, bədbəxt. Yadında saxla. Hansı xoşbəxt bir qadın gələr səni söyər? Heç vaxt.
Mən şəxsən qadın kimi yox, ana kimi xoşbəxtəm, amma heç bir xoşbəxt qadını girib söymərəm. O qadın milyonçu olsun belə, mən ona girib sadəcə heç nə xoşbəxt ol demərəm, nə də bədbəxt ol demərəm. Pis ürəyimdə baxaram, pis bir şey də arzulamaram ona. Çünki mənim ondan tanışlığım yoxdursa, mənim ondan heç bir bağlılığım yoxdursa, əgər mən onu sevmirəmsə, mən onu görəndə yolumu dəyişərəm. Real həyatda belə görsəm yolumu dəyişərəm. Mən o qədər bu platformadan gördüyüm adamlar var, yayıncılar var, tanıdığım adamlar var, müğənnilərin özü olsun, sıradan adamlar olsun, adicə qonşu olsun, tanış olsun. Mən o insanı görəndə, o insandan xoşum gəlməyəndə mən ona nifrət bəsləmirəm. Çünki mən kiməm? Allah yaradıb onu. Allah deyirsən başıma Allah daş salsın. Yolumu dəyişdirirəm. Saçımın rəngi nədir? Tünd bordo, yumuşam açılıb.